yanacağı dəmir qabda verilməyi tələb edir. Yəni belə deyək də, plastik qabda yox. Sadəcə olaraq təhlükəsizlik üçün deyil. Mən bir neçə dəfə özüm bilirsən ki, mən fərdi yoxlamalarım nəticəsində gedirəm hər bir yanacaq doldurma məntəqəsindən alıram. Hərəsindən 1 litr, 2 litr nümunələr götürüb bunları yoxlayıram. Mən bunu 10 illərdir bu problemini yaşayıram Ramal. Nə edirəm? Bir dənə dəmir çəllək götürürəm. Gedirəm YDM-dən onu götürürəm. Gəlirəm burada plastik şüşəyə tökürəm. Qoyuram avtomobillərin arxasına. Bir də yenidən digər yanacaq doldurma məntəqəsinə girirəm. Eyni bu halda beləsinə, yəni plastik qabla gedirsən, nə edirsən, əziyyət çəkirsən də, yəni həddən artıq əziyyət çəkirsən, yalvarırsan da belə vermir də ona. Müdiriyyət tapşırıb belə deyir, müdiriyyət hardadır? Gedə bir xahiş eləyək də. Müdiriyyət də oturub içəridə kontenerdə buz kimi, qarnını da verib qabağa deyir ki, müəllim, yolda qalmışıq, bizə 1-2 litr bu plastik qabda yanacaq verərsiniz. Yox, bizim sərt tələbimiz var, heç cürə verə bilmərik. Yəni, belə bir şeylər, amma əvvəllər nəyə görə verilirdi? Bu halda indiyə qədər də baş verməyib ki, haradasa bir partlayış və yaxud da ki, nə bizə yanğına səbəb olsun. Bu nədir bilmirəm, amma bu videonu paylaşanda Instagram səhifəsində şərh bölməsini açıq qoydum. Orada yazan şəxslərin %99-u deyir ki, sadəcə olaraq YDM-lərdə olan aldadılmalarla bağlıdır. Görünmə budur. məsələsi. Təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Dəmir qabda görsənmir. Ay, görsənmir. Yox, yəni bu dərəcədə sən orada 1 litr əgər kəsəcəksənsə, mən yolda qalan şəxslərin nəyə görə bu qədər bir dəmir qab aparırsan, 1 litr alırsan. Sonra onu götürüb töksən plastikdəki 1 litrə. Görə 1 litr tam olur yoxsa yox? Yox, mən yoxlamışam bir neçə dəfə. Olur. Bir neçə dəfə olur, bəli, olur. İndi bilmirəm da səbəb nədir? Təlimatları elədir. Amma mən bir neçə dənə YDM rəhbərlərindən soruşdum ki, nəyə görə bu əziyyət verirsiniz bu yolda qalanlara? Bu yolda qalanlar onsuz da elə yazıq olub da bu yolda. Ailəsi ilə, uşağı ilə qalır yolda. Bu onsuz da çarəsiz vəziyyətlərdə qalır yolda. Siz də əlavə bir əziyyət verəndə o artıq bilsən nə edir? Qıcıq olur. Bilmir ki, neynəsin da. Bilmir ki, çarəsi qalıb. Yolun kənarında saxlayıb ayına o yandan cərimə yazır ki, sən avtobus zolağında durmusan. Gəlirsən bu yana plastik şüşə bir qolay bir yerdən tapırsan, verirsən, ona yanacaq vermirsən. Yəni insanlar niyə bu dərəcədə əsəbləşdirirsiniz? Deyir, biz sərt tələb qoymamışıq, deyir. Bütün YDM deyir, rəhbərlərinə də tapşırmışıq, deyir. Bizdə bu hallar olmasın. Amma dedim, gəl birlikdə otur avtomobilin arxasına. Mən bir dənə yanacaq doldurma məntəqəsinə yaxınlaşım, bax gör verir. Heç bir halda mümkün deyil. Bu əziyyət vermə nəyə görədir? Yəqin ki, indi aidiyyatı üzrə ehtimalımı deyirəm, yəni dəqiq deyil bu. Fövqəladə Hallar Nazirliyi bəlkə YDM-lər qarşısında bir öhdəlik qoyub ki, mütləqdir siz bunu dəmir qabda verməlisiniz, plastik qabda. Yox, fövqəladə. Yox, məsələn deyirəm, indi bilmirəm. Yox, fövqəladə hallara da həmin YDM tərəfindən müraciətlər oluna bilər ki, həddən artıq çoxlu müraciətlər var ki, ən azından yarım litr də olsa ver ki, aparsın, töysün, dala-dala heç olmasa gəlsin YDM-yə. Yollab, biz özümüz də fövqəladə hallara müraciət eləyərik ki, bu dərəcədə sərt tələb nəyə lazımdır? Yox, mən məsələn dedim, dəqiq bilmirəm. İndi ola bilər. Amma mən elə bildim, mən təhlükəsizlik barəsində bilirdim bunu. Amma təhlükəsizlik